Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Yenə bugün sizinlə 2025-ci il test toplusundan, çevrə dairə mövzusundan 22-ci sualın izahına baxacağıq. Demək, burada belə bir məsələ var. Çevrəyə 2 dənə AB və CD toxunanları və MNK üçbucağı verilib ki, MNK üçbucağının deməli KM və KN tərəfləri də çevrəyə toxunurlar. Biz bilirik ki, çevrəyə bir nöqtədən çəkilən toxunanlar nədir? Bir-birinə bərabərdir. Yəni çevrəyə bir nöqtədən çəkilən toxunan parçalar bir-birinə bərabərdir. Onda mən burada CM-ə X desəm, MY də X olur, KY-yə Y desəm, AK da Y olur, KB-ni bir Z ilə işarə eləsək, onda KF bu da Z olacaq və F-ni burada çox xırda olacaq. T ilə işarə eləsəm, DN də nədir? Burada T olacaq. Birincisi biz burada bir şeyə fikir verməliyik ki, AB toxunanı ilə CD toxunanı bir-birinə bərabər olmalıdır. Yəni AB bərabərdir nədir? CD olmalıdır. Tamam, biz AB-yə baxsaq, AB-miz ZY plus Z'dir. CD-nin yerinə nə yaza bilərik? Baxaq. CD-nin yerinə yaza bilərik ki, X plus T, bir də plus, baxın, MN parçası. MN parçası. Onda mən buradan MN parçasını tapsam, olacaq Y plus Z minus X minus T olacaq. Və bizə orada bir üçbucağın, yəni MNK üçbucağının perimetrinin 12 olduğunu deyir. Əgər 12-dirsə, biz perimetri yazmaq istəsək, tərəflərin uzunluqları biri X plus Y, digəri Z plus T, digəri də MN olur. Deməli, biz perimetri yazsaq, buradan olacaq X plus Y, yəni KM tərəfin uzunluğu, üstə gəlinsin burada KN tərəfin uzunluğu, yəni Z plus T olacaq və MN tərəfində burada tapmışıq plus Y plus Z minus X minus T bərabərdir. Şərtə görə perimetri nə qədərdir? 12-dir. Buradan baxsaq görərik ki, X-lar gedir, sonra T'lər də burada ixtisar olur, islah olur, gedir və burada qalır 2Y plus 2Z bərabərdir 12, onda Y plus Z-imiz bərabər nə olacaq? 6. O da bizdən nəyi soruşurdu? AB parçasının uzunluğunu Y plus Z, o da bərabər nədir? 6 olur. Yəni bir sözlə bizdən yekunda AB toxunanın uzunluğunu soruşurdu. Onun da uzunluğu nə qədər oldu? 6 oldu. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.